Ölkədəki 1600 məktəbdə tədrisin təşkili qeyri-mümkündür. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev Xəzərdə yayımlanan Cavabdeh layihəsində müsahibəsində deyib. Nazir bildirib ki, elə bu səbəbdən də şagird sayı az olan məktəblər komplektləşdirilir. Bu prosesdə birmənalı olaraq kifayət qədər ağrılı məqamlar var. Birinci məqam ondan ibarət ki, siz də qeyd etdiyiniz kimi, həqiqətən də şagirdi, az yaşlı şagirdi, bir qədər yeniyetmə yaşında olan şagirdi bir nöqtədən başqa bir nöqtəyə aparmaq həm onun üçün çətindir, həm də bunu həyata keçirən insanlar üçün də bu asan deyil. Yəni ən azı bundan belə deyək, bu və ya digər formada hər hansı bir xüsusi olaraq kimisə zövqünə görə bu təşkil olunmur. Sadəcə olaraq ya zövq vermirmiş, bu özlüyündə çətin bir işdir. Bu il biz bir neçə bölgədə distant formada da bu tipli məktəblərdə tədrisin təşkilini sınaqdan keçirdik. İlkin nəticələr onu göstərir ki, nəticələr müsbətdir. Yəni burada sosial məsələləri həll etmək o qədər də asan deyil. Amma daha keyfiyyətli müəllimin distant üsulla bir neçə kiçik kənd yerində olan şagirdə təlim keçməsi, dərs deməsi prinsip etibarilə nəticələr verir. Yəni bunu artıq biz görürük. İnanırıq ki, bu alətdən də növbəti illərdə daha geniş istifadə edəcəyik və bu halda şagirdi daşıma belə deyək, zərurəti yaranmayacaq. Bu həm bu işi icra edən adamlar üçün, həm də həmin şagirdlər üçün müəyyən mənada irəli addım olacaq. Hazırda davam edən sertifikatlaşdırmadan da danışan nazir vurğulayıb ki, nəticələr yaxın həftələrdə açıqlanacaq. Nəticədə də xeyli müəllimin əmək haqqısı artacaq. Emin Əmrullayev universitetlərin Bakıdan köçürülməsi məsələsinə də toxunub. Bizim anladığımız hal-hazırda və həyata keçirdiyimiz islahat nədən ibarətdir? Necə edək ki, ciddi sosial narazılıq yaratmadan, yəni ali təhsilin keyfiyyətini qaldıraq, eyni zamanda şəhərdə sıxlığa təsir etməmək üçün, regional inkişaf, universitetlərin inkişaf etdirmək üçün tələbələri daha çox regionlarda təhsil almasını nail olaq. Regionlarda tələbələrə yaxşı təhsil vermək mümkündürmü? Bəli, müxtəlif ixtisaslarda, bəzi ixtisaslarda bu regionlarda daha yaxşıdır deyə düşünürəm. Elə regional universitetlərimiz var ki, onların təhsilin keyfiyyəti Bakı şəhərində yerləşən elə ali təhsil müəssisələri var ki, onlardan daha yaxşıdır. Ümumən, yəqin ki, regionlarda daha çox tələbə, Bakı şəhərində nisbətən daha az tələbə ssenarisinə qəbul planlarını tənzimləməklə, qəbul yerlərini tənzimləməklə getməyə mən daha real görürəm. Bu o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılamayacaq. Yəni təbii müvafiq belə deyək, qərarlar olarsa, regionlarda yeni ali təhsil müəssisələrinin açılması nəzərdə tutula bilər. Şagird sıxlığının qeydə alındığı məktəblərin 50-dən az olduğunu deyən Emin Əmrullayev təmayülləşmənin də davam etdiyini vurğulayıb. Nazir bildirib ki, repetitorluğu yaxın müddətdə tam aradan qaldırmaq mümkün olmasa da, təmayülləşmə bu problemi nisbətən azalda bilər.